verilişimiz yazılarkən belə bir xəbər daxil oldu. Deməli, Əvəz Zeynallı həbsxanadan çıxıb. Bu haqda indicə məlumatı gəldi görürəm. Ötən il 8 il 10 ay müddətinə baxın, bir jurnalistə kəsilən bir fake ittihamlara görə təxminən 9 ay həbs kəsilmişdi. 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilən jurnalist Əvəz Zeynallı azadlığa buraxılıb. Nizami rayon məhkəməsi bu dəqiqələrdə belə bir qərar çıxarıb. Hakim Nigar Qədirli xərçəng xəstəliyindən əziyyət çəkən məhkumun həbsdə qalmasını hüquqi baxımdan düzgün hesab etməyib. Qərara əsasən Əvəz Zeynallı cəzasının çəkilməmiş hissəsindən azad edilib. O saxlanıldığı cəza çəkmə müəssisəsindən dərhal azad ediləcək. Tibbi arayışda qeyd edilib ki, jurnalist 4-cü dərəcəli xərçəng xəstəliyindən əziyyət çəkir və onun həbsdə müalicəsi mümkünsüzdür. Bu günlərdə bir sıra jurnalistlər, hüquq müdafiəçilər də Əvəz Zeynallının həbsdən azad edilməsinə kömək edilməsi üçün prezidentə müraciət etmişdilər. Xatırladaq ki, Əvəz Zeynallı külli miqdarda rüşvət alma və nüfuz alverində təqsirli bilinib. Bunu Qafqaz Info yazır. Yəni, baxın, prezidentə müraciət etməsəydilər azad edilməyəcəkmiş kimi görsənir. Yəni, bu da bir nonsens. Doğrudan mı hər şeyə prezidentin barmağı olmalıdır ki, nələrsə baş versin. Bircə saniyə özür istəyirəm. Mən sizə indi hüquq müdafiəçisi Elçin Məmmədovun da gətirmək istəyirəm. Özü də keçmiş siyasi məhbus və gəliz onun da fikirlərini eşidək. Elçin bəy, hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm yayıma qatıldığınız üçün. Hər vaxtınız xeyir olsun. Çox sevindim. Xoş xəbərdə bizlə paylaşdığınız üçün sizə minnətdaram. Elçin bəy, zəhmət olmasa bu fikrə, bu xəbərə reaksiyanız, buyurun. Mən ilk öncə elə onun ailəsini və yaxın dostlarını, bütün media cəmiyyətini təbrik edirəm. Əvəz bəy haqq etdiyi azadlığa qovuşdu. Düzdür, təbii ki, bunlar insanı xəstə eləməmiş azadlığa buraxmırlar. O daha öncədən azadlıqda olmalıydı. Təbii ki, o həbsdə yatan bütün siyasi məhbuslar yazılarına görə, əqidəsinə görə, tutduğu mövqeyinə görə həbsdədirlər. O cümlədən də Əvəz bəy və Əvəz bəyin azadlıqda olmasına mən təzə aldım xəbəri və çox sevindim və siz də sağ olun ki, paylaşdınız, mənə də dəvət elədiniz, mövqeyimi bildirdim. Ümid edirəm Tofiq bəy də başda olmaqla digər siyasi məhbuslara da sirayət eləyər və Azərbaycan heç olmasa sözdə də olsa, kağızda da olsa nəzərdə tutduğu demokratik prinsiplərə, Avropa inteqrasiya məsələlərində yerini tutar. Yəni, burada heç nə deyilmir ki, ona qarşı, hər halda mən məlumatdan öyrənə bilmədim ki, ona qarşı ittihamlar necə silinibmi? Yəni, o müalicə almaq üçünmü evə buraxılıb? Açığı bu haqda məndə Məndə məlumat var ki, o təbii ki, bunlar azadlığa buraxanda heç kimin üzərindən cinayət məsuliyyətini qaldırmır, amma bilirsiniz ki, Əvəz bəyin səhhəti ağır idi və indi hər halda güya harasa nümayiş elətdirmək üçün bir humanistlik nümayiş elətdirib onu azadlığa buraxırlar və indi hansı formada buraxırlar, necə buraxırlar, onsuz da bu bizim yoldur da, üzərimizdən cinayət məsuliyyəti götürülmür və bunlar da bir kurçok olaraq onu həmişə daim əllərində saxlayırlar bu məsələləri. Yəni, ümumiyyətlə, apellyasiya məhkəməsinin yəqin ki, belə bir səlahiyyəti də yoxdur. Çünki apellyasiya məhkəməsi, yox, sizin fikirləriniz, yoxsa var? Yox, var əlbəttə. Apellyasiya məhkəməsi istənilən, belə deyək, işə mahiyyəti üzrə və yaxud da tələb üzrə yenidən baxmaq hüququ var. Amma hər halda mən bildiyim qədərilə verilən vəsaitimi, ərzəmi, vəkillər hansı formada verib dəqiq məlumatım yoxdur. O xüsusda baxılıb və səhhəti ilə əlaqədar olaraq, belə deyək də, həbs müddəti azadlıqla əvəz edilib, belə deyək. Çünki o həbsdən əlaqədar cəza, xəstəliklə əlaqədar olaraq cəzadan azad olunma var cinayət məcəlləsində. İndi onu tətbiq edib azadlığa buraxıblar. Amma o demək deyil ki, onun üzərindən cinayət məsuliyyəti götürür. 25 gündür ki, Tofiq Yaqublu aclıq aksiyası keçirir, ölüm aclığı.
Amma onunla bağlı məhkəmə mayın 5-nə yaxud mayın 6-sına səhv etmirəmsə təyin olundu. Yəni daha da təxirə saldı. Adam aclıq aksiyası keçirir. Bunu isə bu cür uzun müddətə təyin etdilər. Sizin fikirləriniz? İndi yəqin ki, bunlar öz aləmlərində Tofiq bəyin belə deyək də dözümlüyünü yoxlamaq istəyirlər. İndi bir gündə, 2 gündə qənimətdir. Yəni fikirləşirlər ki, bəlkə ona qədər azlığı dayandıran və yaxud da biraz da halı pisləşər, bizim də əlimizdə əsas olar azadlığa buraxılmaq üçün. Yəni belə düşünürlər. Çünki bunların düşüncə səviyyələri yoxdur. Yəni hardan və haraları ilə düşünür bəlli deyil, amma ümid edirik ki, yəni Tofiq bəy də belə deyək də, yəni ömrünün qalan hissəsini və o səhhətinin müalicəsi ilə bağlı azadlıqda keçirdi. Yəni Tofiq bəyin əziyyəti xalq üçün çox böyükdür və yəni onu azadlıq olaraq, yəni belə deyə bilərəm. Elçin bəy, siz özünüzdə vicdan məhbusu olmusunuz və aclıq etdiklərinizdə olub. Zəhmət olmasa deyərdiniz, yəni aclıq edən bir məhbus üçün cəmiyyətin edə biləcəkləri nədir? Onu ancaq cəmiyyətin edə biləcəyi tutduğu mövqeyini, yəni hazırki durumunu daha da ictimailəşdirməkdir. Yəni mən öz timsalımda deyə bilərəm ki, yəni mənim keçirdiyim acı aksiyanı da kifayət qədər sizlə başda olmaqla əksər dostlar və media qurumları işıqlandırmışdı. Və o da müəyyən təsirini də o göstərdi və bu belə deyək də bunlar istəməz ki, kiminsə halı aclıq aksiyası zamanı pisləşir və təbii ki, baş verən hadisələr hökumətin tarixçəsinə mənfi situasiya kimi yazılır. Ona görə bunlar bu məsələdən həm özlərinin xeyri üçün, həm kiməsə göstərmək üçün ki, bax gördünüz, humanistlik göstərdi falan filan, belə təqdim edirlər. Bizim edəcəyimiz ancaq dua eləməkdir və onu ictimaiyyətə daha geniş formada çatdırmaqdır. Başqa əlimizdə nə görə bilər ki? Yəni təbii ki də vəkillər sağ olsun, hüquqi cəhətdən də sənədləri məhkəməyə daşımaq. Başqa yolumuz yoxdur ki bizim. AXCP və Milli Şuranın 27 apreldə keçirmək istədiyi mitinqə rəhbərlik icazə vermədi. Sizin fikirləriniz? Azərbaycanda ümumiyyətlə 2019-cu ildən bəri bilirsiniz də son mitinq 19 yanvarında oldu. Və sonra da həmən ilin oktyabr yoxsa sentyabr idi, bilmirəm, icazəli indi onların düşüncəsi ilə deyək. Sonuncu tədbirlər onda oldu və ondan sonra hökumət maraqlı deyil bu tipli aksiyaların təşkil olunmasına. Onların düşüncəsində Azərbaycanda hər hansı bir miting keçirilməsi üçün səbəb yoxdur. Amma Azərbaycan əgər özünü Avropa inteqrasiya kimi görürsə, o yolda görürsə, indi Azərbaycan deməklə deyil ki, mən Avropanı tanımıram və yaxud da İnsan Haqları Məhkəməsinin qərarlarını əhəmiyyət vermirəm. O onu deməklə deyil. Çünki Azərbaycan öhdəlik götürür və öhdəliyi oradan çıxsa belə 6 ay müddətində o öhdəlikləri icra eləmək zorundadır. Ona görə onlara qarnımız toxdur və Azərbaycan yenə də harasa göstərir. Yəni özünü ki, mən beləyəm, mən istəyirəm cəmiyyət düzəlsin falan filan. Amma buna baxmayaraq mitinqlərə icazə verilməməyi bu biraz həm qorxudan, həm bu gün yaranmış gərginliyi fonunda ciddi düşünürlər ki, ola bilər ki, bunun adekvat tədbirləri də ola bilər. İnsandır da, insanlar bu gün əgər belə deyək, qazimiz 80 manat təqaüd alırsa və günahsız insanlar həbsdə yatırsa, ədalət deyilən bir şey yoxdursa, ancaq əsi qalıbsa və o cümlədən belə deyək 400-ə yaxın siyasi məhbusumuz varsa, bu keçirilən istənilən icazəli də olsa bir aksiya, müəyyən bir istiqamətin dəyişə bilər, bu qorxu var. Və ona görə də bunlar o tədbirləri keçirməkdə maraqlı deyil. Əksinə bunlar görsədə də bilərlər ki, yəni bax görürsüz, demokratiya naminə tədbirlər də keçirilir, müxalifət mitingdə, aksiyadalar eləyir, amma bunların qorxusu başqa şeydir. Çünki region yəni diqqət mərkəzindədir və nəzarətdən çıxma ehtimalları böyükdür. Azərbaycan siyasi hakimiyyəti də bunlardan ehtiyat edir. Yəni biz belə düşünürük. Evet. Təşəkkür edirəm sizə. Bizimlə hüquq müdafiəçisi Elçin Məmməd idi. Çox sağ olun Elçin bəy. Təşəkkür edirəm diqqətinizə. Minnətdaram sizə. Mən də sizə. Çox sağ olun. Dostlar, məndən bu günə bu qədər. Lütfən ayrılmaz.